Tamam. İlk önce biz seçtiğimiz şirket üçün kontragentlərimizi yaradaq. Kontragentlərimizi yaratmaq üçün birinci bizə yine ilkin yaradılışı olduğu üçün müəssisədən kontragentlər bölümünə gəlirik və təsdiq veririk. Mən burada heç nəyin içərisinə qarışmasın, əməliyyatlarımızı sürətli aparaq deyə birinci öz müəssisəmizi yaradıram. Qovluq olaraq, yəni qovluqdan seçib yaradıram. MM14 ən çox istifadə edəcəyimiz yerlərdən biridir. İstehsalat müəssisəsi. Müəssisəsi sığının biri yoxdur. Və OK deyirəm. Qovluq hazır. Qovluğa daxil olandan sonra qruplaşdırmamı etməm lazımdır. Bizim şirkətdə əməliyyat aparmağımız üçün bizə nələr və kimlər lazımdır? Birinci qovluğumu yaradıram. Qovluğun içərisindəki qovluq yaradıram və yazıram təsisçilər. Ctrl Enter verdim və təsdiqini etdim. İkinci qovluğumu edirəm alıcılar. Yəni bizdən mal alan şirkətlər, müştərilərimiz. Debitorlar. Bəli. İstəyirsiniz adını debitorlar da qoya bilərəm. Hansı rahatdırsa sizin üçün fərq etmir. Üçüncü qovluğumuzda tədarükçülər deyə qeyd edirəm. Bu da kreditorlardır. Bizə mal, iş, xidmət, kim nə satacaqsa tədarükçülərdən olacaq. Hətta tədarükçülərin içərisində də qovluq yarada bilərəm. Yerli tədarükçülər. İstehsalatın içindən. Bəli. Və ikinci qovluğu da yaradacağım. Xarici tədarükçülər. Beynəlxalq tədarükçülər yaradaq. Uşaqlar, burada bir dənə haşiyyədən kənara çıxıb qeyd etmək istəyirəm. Deməli, sizin gedəcəyiniz müəssisələrdə çoxunda bunu siz etməyəcəksiniz, ehtiyac olmayacaq. Yəni, əksər hallarda artıq bu struktur qurulmuş formatda var. Biz bunları nə üçün edirik? İşimiz daha asan və sürətli apara bilməyimiz üçün. Yəni, bir əməliyyata edəndə hər şey qruplaşmış olsun. Alıcı var, tədarükçü var, təsisçi var. Amma bizim başqa növbə tədarükçülərimiz də var idi. Kimlər idi onlar? Dövlət qurumları. Biz onlarla da işləyirdik, bəli. Vergi nasıl dağılır? Büdcə təşkilatları deyək. Büdcə təşkilatları. Havay olan həzlərimiz. Ctrl Enter. Başqa nəyimiz ola bilər bizim? Alıcımız var, tədarükçümüz var, təsisçimiz var, büdcə təşkilatlarımız var. Bir də kimləri qeyd edək? Digər kreditorlar deyək. Amma onu şeyin içərisində də yarada bilərik biz. Tədarükçülərin içərisində yarada bilərik. Bilirsiniz kimləri deyirəm? Hansı ki, vergi ödəyicisi olmayan, amma sənə mal verə bilən, iş görə bilən, xidmət göstərə bilən, fəhlə, usta, şofer, deyək ki, Dərnəgüldən bir hər hansı sürücüdür, öz maşını ilə sənin yükünü A nöqtəsindən B nöqtəsinə aparır. Sən onu bir dəfəlik xidmət alırsan və anında təxtil hesabından ödəniş edirsən. O da sənin bir kontragentindir. Burada rastollar. Bəli. Burada da digər kontragentlər, digər tədarükçülər deyək. Xarici tədarükçülərin brokerdən onu seçə bilərik. Broker sənin yerli tədarükçündür. Broker yerli, yəni gömrükdəki brokeri deyirsən də. Baxın, mən əməliyyata təkrar belə girəcəm. İndi artıq müəssisə, kontragentlər, öz adımızı tapdıq, papkamız buradadır, daxil olduq və açılır. Alıcı, büdcə təşkilatı, tədarükçü və təsisçi deyə. Biz əgər istəyiriksə ki, bunlar ardıcıl burada düzülsün, mən birinci alıcımı, sonra tədarükçümü, sonra büdcəni, sonra təsisçiləri görüm. İstəyiriksə, bunların adını dəyişib önünə nömrə qoymaq bizə kifayət eləyir. Üzərində karandaşı vurmaqla tədarükçülərin önünə 2 nöqtə deyək, misal üçün. OK. Alıcılara bir nöqtə deyək ki, ən birinci alıcı gəlsin. Yəni debitorlarımız. Büdcə təşkilatı 3 olaraq qalsın. Təsisçilərə 4 deyək. Evin o zəng gəlmişdi bu nömrədə. Götürməmişdi.
Büdcə təşkilatlarına da 3 nöqtə deyək. Artıq sıralamanı düzəltdik. Deməli, bizim kontragentlə bağlı strukturumuz hazır. İndi uşaqlar sualım, biz istehsalat müəssisəsi olduğumuza görə ilk öncə bizə nələr lazım olacaq, nələr edəcəyik? Biz bizlərindən alış etməyə məcburiyyətindəyik. Şirkətimiz təzə yaranıb və yaxud da ki, bura nizamnamə kapitalı qoyan təsisçi lazım. Mən təklif edirəm ki, təsisçilər sizlər olun. Yəni, hər biriniz ən azından 100 min, 150 min miqdarında müəssisəyə pul vəsaiti nizamnamə kapitalı olaraq qoyun. Amma burada belə bir situasiya var. Sizi təsisçi olaraq qeyd edə bilməyimiz üçün, əməliyyat apara bilməyimiz üçün sizin şirkətdə qeydiyyatınızın olması lazım. Onun üçün müəssisə bölümündən kontragentləri seçirəm. MM14 istehsalatı seçdim və təsisçilər papkasının içərisinə daxil olandan sonra artıq yaşıl plusla olacaq əlavə et düyməsindən ilk təsisçini yaradıram. Misal üçün, Amiya. Soyad fərqli yazım, yoxsa adı olaraq qalsın? Xahiş edirəm bir yığına. Niyə? Mənim adım bir yığına. Dəqiq. Tamam. Sonra elə ad olaraq qalsın. Nədir bu? Fiziki şəxsdir. Hüquqi deyil. Ünvanı falan yoxdur. Bizə lazım olan növbəti hissə nədir? Hesab və müqavilələri. Laminin alanında olan müqaviləyə keçirəm. Artıq burada biz müqavilənin hər kontragenti yaradanda müqavilə onunla mənim qarşılıqlı razılaşmamdır. Bu müqavilədə mən onun adını nə seçəcəm? Müqaviləsinin adını istər-istəməz nizamnamə kapitalı seçəcəm. Kapitalı. Tamam. Başqa nəyim var burada? Müqavilə formatımı digər seçəcəm. Bu hissəni doldurmaq əhəmiyyətlidir. Əgər mən müştərimlə müqavilə bağlayıramsa alıcı, mən mal satın aldığım, iş aldığım, xidmət aldığım yerlə bağlayıramsa təchizatçı ilə seçəcəm. Digər əməliyyatları, borc əməliyyatı və başqa bir şeyləri isə təsislə bağlı əməliyyatları digər olaraq qeyd edəcəm. Nə zaman başlayırsa bu digər əməliyyatların olmadığına görə doldurmuram, amma müqaviləmizdə indi əlimizdə sənədimiz olsa daha gözəl işləyərdik. Əməliyyatlarımızı girəcəyik. Əsas odur müqaviləmi aktivləşdirirəm və nizamnamə kapitalı lami olaraq qeyd etdim. Və OK deyirəm. Bu kontragentimin, ilk kontragentimin yaradılmasıdır. Digər kontragentlərin də bu formada yaradılır. Yəni şirkətlərlə olan da təsisçini də həmin kateqoriyaya aid edirəm. Deyək ki, Lamiyə xanım müəssisəyə 200 min manatlıq nizamnamə kapitalı yatırır. Biz neçə nəfər olacaq indi? 6 nəfər olacaq. Düzdürmü? Deyək ki, 100% sahib olsaq, yəni bərabər şəkildə bölə bilirikmi? Bölə bilməsəklə pula görə bölüşdürərik. 200 min Lamiyə xanım qoymuş olsun. Nəqd vəsait olaraq qoyursunuz, yoxsa bank vəsait olaraq qoyacaqsınız? 100 nəqd olsun, 100 də bank. Gözəl. O zaman mən nə etməliyəm? Müəssisədən kontragentlərə daxil olub təsisçilərdə Lamiyə xanımla olan sənədə düzəliş verməliyəm. Səbəb? Çünki mən müqavilə yaratmışam, amma Lamiyə xanımın bank hesabı məndə yoxdur. Mənə o pul gələndə hansı hesabdan gələcəyini qeyd etmək məcburiyyətində olduğum üçün ona bir bank hesabı yaratmaq məcburiyyətim var. Lamiyə xanım, bank hesabınız hansı bankda olsun? Kapital olsun da. Kapital, gəlin kapitala buradan sizin üçün filial seçək. Əcəl filial varsa. Bugün bir kapital bankı tapın. Filial seçilsin. Yuxarıda qaldı kapital mənim. Ya kapital bank. Aha. Baxın görün Əcəmi filialını görürükmü? Yasamal Səbail, Nəsimi necə olmasın? Olar. Bəli. Sizə bir nəqədini seçin. Həm seçilmənin bir sayılı bir nəqəd rəyən fərqi nədir? Seçdim. İban olaraq heç bunu əlavə etməsəm də olar əslində. OK deyim. Və Kapital Bank Binəqədi filialını seçdik. Müxbir bank olaraq da Kapital Bank Binəqədi filialı seçirik.
Hesab nömrəsini isə özümüz əlavə edirik. Və artıq bank hesabı da mövcuddur. OK. Tamam. Artıq birinci əməliyyatı etməyə hazır. Bütün əməliyyatlardan çıxıram. Buradakı əməliyyatımıza başlayaq. Nə dedi Lamiyə xanım? Dedi 100.000 kassaya. Gəlirəm kassa failini axtarıram. İlkin panelimdə yuxarıda kassa sözü olmalıdır. Baxıram əməliyyatlar, bank və ya kassa var. Vurdum üzərində bir də baxıram mənə hansı əməliyyatlara icazə verir. Kassa mədaxil orderi var. Mən bu əməliyyatı nə zaman edirdim? Nə zaman kassama pul gəlirdisə, mən kassa mədaxil əməliyyatını o zaman işləyirdim. Və OK deyirəm. Burada görürsünüz, başqa şirkətlər var, bizə maraqlı deyil. İlk sənəti özümüz yaradandan sonra necə eləyəcəyik ki, öz əməliyyatımız görünsün. Onu da göstərəcəm. Amma bir məsələ var ki, sizin öz bilisinizdə bunlar olmayacaq əlavə əməliyyatlar. Yeni sənət əlavə et yerindən daxil oluram və mənə seçim verir ki, bu əməliyyat nədir? Baxıram ki, burada mənim nizamnamə kapitalı qoyuluşum yoxdur. Onun üçün pul vəsaitinin sair mədaxili sətrini seçib OK deyirəm. Kassa mədaxil sənəti interfeysim budur. Birinci tanış oluram. Pul nə zaman daxil olur? Tarix çox vacib. Deyək ki, bu günləri daxil edib. Yəni, nizamnamə kapitalı bu gündür, təsis bu gündür. Amma biz nə zaman seçmişdik? Ayın birinə seçdik, deyəsən şirkətin yaradılışı deyək yadımda deyil. Deyək ki, bu gün qoyub rəqəmimizi qeyd edirik. 100.000 manat. Təşkilatın şöbəsi. Təşkilatın ilkin şöbəsini yaradıram və deyirəm idarə etmə və yaxud da inzibati. İnzibati şöbə və OK. Şöbəni də seçdim. Və bunu mənim hansı kassama qoyur? Kassa bayaq yox idi, axı yaratmamışdıq. İndi daxil oluram həmin yerdən. Yəni, sənədin içərisinə də gedib yarada bilirik. Əlavə et. Yazıram, əsas kassa deyək də buna. Hə? Əsas kassa MM14 deyək, yaxşı. Valyutasını seçək. AZ. Və OK deyək. Bayaqki əməliyyat xatırlayırsınız. Alınmadı. Əməliyyat bölümündən. Yox, dəyişməyi tapmaq lazımdır. Birinci görüm hardan dəyişdirə biləcəm onu. Öyle bir değişim. Hə, bunu əllə eləmək olurmuş. Bayaqlar bank biz ambarı 26 şeyləmişdik də, kodlamışdıq. Əsas kassa MM14-ümü seçdim. Uşaqlar, müxbir hesab. Nə qeyd eləyəcəm? Yox, hesab nömrəmi yəni. Kassamı yazmışam. Burada var kassanın hesabı, özü avtomatik verib. Mənə pul göndərən kimdir? Təsisçi. Təsisçinin hesab nömrəsini xatırlayan varmı? Zaten ben davada 301. adı bilmiyorum. 301 deyirəm. Kodu bilmiyorum adı. Və deyir ki, mənə kontragent olaraq seç. Lamiyə deyirəm. Bunu nə istəyir? Hə. Dividend təyinatda qoyacam. Amma vacib bölüm nədir? Pul vəsaitinin hərəkət maddəsi. Vururam. Sizdə olmaya bilər. Yəni bu bölümlər, yəni adlar olmaya bilər. Amma olsa da ki, girib birinci yoxlayırsınız və olmayanı da yaradırsınız. Daxil olma bölümü yaratmışam. Mən nizamnamə kapitalı olaraq seçirəm. Pul vəsaitimi bilim ki, daxil olan əməliyyatım budur. İlk ön hissəni düzəltdim. Və qeyd et deyirəm. OK demirəm. Görürsünüz, mənə nömrəni verdi artıq. Və burada mənim çap bölümüm var gördüyünüz kimi. Ora daxil oluram. Qəbul edibdir. Kim? Burada var mı MM14? Əhmədov baba kişi yox artıq. Yeni əlavə edəcəyik. Pulu qəbul edənə kimi qeyd edək? Lamiyə xanımı qeyd edək. Yox, indi onu görəcəksiniz də hardan çıxdı. Yəni kimdən qəbul edilibdir demək istəyirəm. Olaraq seçdik. Doğum tarixi bilmirik. Mənim 2013-də deyilib. Nə verilib 2013-də? Şəxsiyyət vəsiləsi. Yox, şeydir. Necə deyərlər? Nədir onun adı? Nümunədir. Şöyle, əsas hissə budur. Yəni, bu pulu alıram nəyin əsasında? Deyək ki,
Nizam düz getmir. Yani onun hissi var senin dolu hesabat verirsen. Nasıl kıymet var? Nizamnamə kapitalı qoyuluşu üçün öz payları nisbətində yoxdur. Nəqd vəsait qeyd elədim. Əlavə də yazılışım varsa artıq əməliyyat yadında qalsın deyə, nə zaman olub deyə və yaxud da ki, kim tərəfindən olub deyə. Məsəl üçün, mən əlavə edib bunu deyə bilərəm. Pulların 50%-i 200'lük, qalan hissəsi 100'lük banknotlarlandır. Bunu bir dəfə yazıram sizin üçün görəsiniz. Əsas təyinatla yenə qeyd et deyirəm və OK deyirəm. Əməliyyatın birdə artıq MM14 istehsalat burada var. Amma bunları görmək istəmirik. MM14 istehsalatın üzərində vurandan sonra bu 3 dənə filtr işarəsinin ortasındakını vururuq. Və ancaq öz sənədimiz var. Hər əməliyyatı edəndən sonra uşaqlar üzərində vurub debit kreditimizi vuracağıq. Baxın, bir də göstərirəm. Üzərində vurduq sənədin istənilən yerində. Və burada printerin yanında debit və kredit bölümü var. Vuracağıq əməliyyatımızı görmək üçün. 221'in debiti, yəni kassanın debitinə Lamiyə xanımdan kreditləşmiş olaraq 100.000'lik zamnamə kapitalı gəlmişdir. Əməliyyatımız doğrudur, amma biz kifayətlənmirik. Dövriyyə balans cədvəlinə keçib, təşkilat bölümündən MM14'ü seçək və tərtib et deyə. Nə var burada? Artıq nəsə var burada, yazı eləmi? Bana seninle. Yox, orada nəsə 2 dəfə yazıldım deyəsən. Bəli, tərtib et. Artıq dövriyyə balans cədvəlim də hazırdır. Sadəcə dövrüm doğru deyil. Biz dövrü nə zamandan başlatmışıq? 14'ündən. Və burada da 31-12 qeyd eləyək. Dövriyyə balans cədvəlim hazır. Pul vəsaitlərim artdı 100.000 və nizamnamə kapitalımda 100.000 artdı. İlk kapital qoyuluşunu etdim. İndi isə sizə bu sənəddə bayaqdan yazdığımız əməliyyatların nə səbəbi olduğunu göstərmək istəyirəm. Sənədin üzərinə daxil olandan sonra burada çap et bölümü var. Onun sağ küncündə vurub kassa mədaxil orderi olaraq çap etməsini istəyirəm və OK deyirəm. Mənim üçün bunu açır. Baxın, zəhmət olmasa sol tərəf order hissəsi, sağ tərəfdə qəbz hissəsidir. Artıq necə verdi? Müəssisəmin adını hazır verdi. Hansı tarixdə pulu hansı hesabdan qəbul eləmişəm? Məbləğ nə qədərdir? Kimdən qəbul eləmişəm? Gördünüz, Lamiyə gəldi, hara düşdü? Yəni bayaq deyirdim, o qəbul edən yer nəyə görədir? Lamiyə xanımdan nə üçün? Nizamnamə kapitalı qoyuluşu üçün öz payları nisbətində nəqd vəsait qoyur bir qismini. Məbləğim 100.000 AZN olaraq getdi və ƏDV əməliyyatı yoxdur. Əlavə bölümün görürsünüz hara yazı? Pulların 50%-ni 200, qalan hissəsi isə 100'lük banknotlarladır. Baş mühasibin imzası və kasserin imzası. Ümumiyyətlə, belə bir durum var. Kassa mədaxil əməliyyatı apardığımız zaman kasser öncədən imzalayır. Ondan sonra baş mühasibə imzaladır. Yəni birinci imzalayan kasserdir. Kim qəbul edir? Daha sonra digər şəxslərdir. Amma məxaricdə bu tərsinədir. Ən sonda kasser. Yəni Yazılıb alıbsın. bəli. Və bu sənədi də Ctrl P edib çapa verə bilirik. Yəni çox düzdür, burada məndə deyəsən yoxdur. Bəli, çıxacağıq. Videonu dayandıraq. Fasilə çıxacağıq. Fasilədən sonra hər kəs öz adından nizamnamə kapitalı qoyuluşunu edəcək.
Lamia xanımın 100 minini də saxlamışıq. Bank hesabına da özü qoysun. Ya da bank hesabına da mən əlavə edərəm. İşləyək. Olacaq. Siz 100 minin nə SMS-i? yazırsınız hocam. Bəli, yazıram. Yəni çox müəllim. 100 mini qəbul elədik. Yenə dövrə balans cədvəlimizdən baxaq. Burada hazır önümüzdə açıqda dursun. Və biz artıq gedirik bank əməliyyatlarına. Kassadan bitirdik, bankımıza keçirik. Bankda nəyimiz var? Bunu da genç hocam. Tamam, həll edəcəm. Daxil olan ödəniş tapşırıqları. Baxın, heç bir şey yoxdur. Hər ehtimala mən buradan məhdudiyyətsiz verirəm. Sizdə də birdən gəlməz, əməliyyatınız işləyərsiz, görünməz. Burada qapalı mötərizə var da. Vurursunuz. Sizə dövrünüzü deyir ki, hansı dövrdən hansı dövrə əks olunsun. Burada sənədlərin siyahısı. Mən də dedim ki, məhdudiyyətsiz əlavə edirəm. Yenə nizamnamə kapitalı qoyduğum üçün sair əməliyyat tapmalıyam burada. Nəqd olmayan pul vəsaitlərinə sair daxil olmaları və OK deyirəm. Gördüyünüz kimi 223.1.01-ə qəbul etdi hesabımı. Ödəniş tariximi bugün, təşkilatım yerindədir və ödəyən kimdir? Onu seçməliyəm. Artıq mənim üçün seçim etmək çox rahatdır. Təsisçimdir və Lamia xanım. Seçdim. Seçən kimi hesabları gəldi. Bank hesabı, Bank of Baku bu mənim hesabımdır. Ödəyicinin hesabı da Kapital Bankın bir sayılı Binəqədi filialı, o da gəldi. Təşkilat şöbəsində inzibatı yaratmışdıq, seçdim və 100 min olaraq da oldu elə biraz. Məbləğimi seçirəm. Hesab nömrəsi 301 nömrəli hesab. Lamia xanımı yenə seçdik. Baş hərflərini yazdım. Tək ad olduğu üçün çıxdı avtomatik. Məqsədim dividend məqsədli. Pul vəsaitim isə daxil olma bölümündən nizamnamə kapital olaraq seçirəm. Artıq burada məndə hər hansı bir müqavilə və yaxud da sənədləşmə istəmir. Təsdiq qoyuluşu, təsdiq məsələ, Bəli, təyinatı bəli, nizamnamə kapitalı var artıq burada seçmişəm. ödəniş təyinatınız aşağıda, onu da yazacağıq. Buranı mı deyirsən? Burada istədiyiniz kimi qeyd edə bilərsiniz. Yəni sənətin üzərində çıxması üçün ödəniş tapşırığına qeyd edə bilərsiniz. Və qeyd et deyirəm, elə OK deyirəm. Yenə də MM14-ü deyib 3 filtrin ortasındakini seçirəm, ancaq öz sənətim qalsın və müxabirləşməsinə baxıram. Nizamnamə kapital olaraq yatıbdı banka və 100.000 manat. Dövrəyə qalıq cədvəlimdən də baxacam. Yeniləmə vermək üçün, yəni əməliyyat göstərici etmişəm, amma burada hər hansı bir dəyişiklik yoxdur. Sadəcə kassadan gələn 100.000 var. Buradan tərtib et vuraraq da yeniləyə bilirik. Ctrl Enter verərək də yeniləyə bilirik. Artıq nə baş verdi? Hesablarım artır. Kassada var, bankda var, hər birində 100.000. Kapital qoyuluşu olaraq da passivlərdə 200.000 dövrədə formalaşıb və dövrün sonuna qalığımda avtomatik olaraq var. Bu da bizim belə deyək, nizamnamə kapitalı qəbulu, kontragentin yaradılması, müqaviləsinin yaradılması və bank hesabının yaradılması əməliyyatlarıdır.